Əvvəl belə baxırdım. Elə bilirdim ki, ər abırlı qız xoş. Kişiyə abırhaya lazım deyil. Abırhaya çöldə lazımdır, evin içində lazım deyil. Ərinizin yanında artistqalıq eləməyin. Ona görə gelib çöldə qalmışlarla fırlanırlar cana. Ana oldu ki, o bir qabağına qoydu, başa saldı ki, ay qızım, belə yox, belə olmaz. Mənim anam az, mənim anam mənim qabağına tuturup bilsən nə deyir? Qaynana evin böyüyüdür. Nə deyir? Cavab verməyinə. Qaynatan gəldi, başını aşağı salgınan. Onları bir qırağa qoyardın, onların üstə mən yavaş-yavaş öyrənəcəm. Mən başa salardın görüm, ərim gələndə nə qalmaq lazımdır. Ər evə gəlib, qoyun qatara baxdığı kimi ərin üzünə baxıram. Başa salardın ki, ər evə gələndə meyvə doğrayıb qabağına qoymaq lazımdır. Başına bir 256 dəfə fırlanmaq lazımdır. Başa salardın da ki, bu boynunuz adını biraz masaj eləmək lazımdır ki, beyninə qan yaxşı işləsin. Deyil, mən eləmədim, Tanya elədi. Getdi Tanyanı saxladı. Ər evə pul getməlidir. Ər pul kəsən maşındır, başa düşmədim. Valla ərin vəzifəsi oldu.